Dostlar, təzyiqimizi yoxlayaq. Hamı salamlar dostlar. Bu gün TikTok videolarını izləyəcəyik. Deməli, Azərbaycanın ən düşük, ən səviyyəsi, ən gicizə sosial şəbəkəsi, yəni TikTokdur. Çünki bu Azərbaycana bunun sivilini çıxardıblar da konkret TikTokun. Adam baxanda ət tökülür. Bir də dostlar, video keçmədən qabaq i butonunda qardaşımın kanalına abunə olmağımızı xahiş edirəm. Nəysə dostlar, keçək lap birinci videomuza TikTokda, qabağımıza çıxan. Başlayaq. Deməli, qardaş gəlir. Vallahi Allah'ın da olsun qaqa, xətrivə dəyməzsə heç başa düşmədim yəni ki. Nə bilim, göz vurdum, çıxdım getdim. Başqa etsə, bilməm nə deyim. Keçək növbəti videoya. Bir də dostlar, hava çox küləklidir, üzürürsən də yəni ki. Oyda, qaqaşın gözdə, pis. Bu nə deyir belə, Allah haqq mənə çatmır. Ya bu nədir? Mənə çatmır, burada xəyanət sidardadır ki. Və bizə çatmır dostlar, gəlin bir dənə də baxaq. Yəni baxın, oğlan, qırmızı rubaşkalı oğlandan qız gəlir, hə? Hə, görüşdülər. Həmən qızı qırmızı rubaşkalı öpdü. Hə. Bu nədir səncə, Allah haqqı? Ay bu lə, məntiq yoxdur ya, Allah haqqı məntiq yoxdur. Deməli. Bu heç normal bir video dostlar. Yəni, bax, belə video çəksəz deyərəm indi yaxşıdır, normaldır deyərəm. Nə life hack çəksəz, nə maraqlı bir şey, yemək pişirməzət deyərəm, hə, bunlar yəni ki, TikTok'a yarayır. Yoxsa bilin, nə bilim, yandım ayağımdan, gic bilin videolar, o nədir səncə? Adam ət düşülür. Buna baxın, 3 dənə video çək. Bu nət? Çəkək nəyişəni araqdan. Zırranım nədir la? Ala ki dərsi vax ala, bilin. Sən şu bilin əlindəki, nə bilməm Allah ki nə deyim, Qurandan söz yoxdur yəni ki, elə qaqaşın şalvarını yaraşır. O bir soldakı sifətinə. Nə bilməm ala. Nəyəsə keçək. O, 2 dənə canavar görür. Dəydi birinə. Hə. Aradan çıxdı, değil mi? Oy bilə. Oy bilə. Ürəyim getdi ya. Ürəyim getdi. Qaqaşın qabağına çıxmır özüm elə. Allah haqqı. Gəyişlə adamdır. Bu nə deyib elə? Qaqaşın biri ölüb, ağzı açıq. Bu nə la? Qaqaşın heç başını qırmadı. Ya Allah haqqı saçını daradı. Nə nədir belə? Bu nə düşüsko var ya. Hə, qaqaş gəldi, salamlaşır. Olaydım hə. Hə, göstər ekrana. Çox səviyyəli çəkmişsiniz qaqa, Allah'ın da. Ekranı göstərər, yaxşı görmədim orada. Nə bilim ala, sizə sözüm yoxdur Allah. Gedin dərsinizi oxuyun. Görüb tamam olamam, bilməm nişətti mənə. Bu nədir ala? Sən can, bir dənə də baxıram la, sən can, bir dənə gözlə. Allah haqq çatmadı. Hə, qızla oğlan söhbət edir, oğlan gəlir. Hə, qız ona baxdı. Qız da ondan qaçdı. Qız yəni ki, bu nədir belə? Mahnısız, zatsız, TikTok, nə bilim. Rubaşkalov qaqaş təzə, şalvarla dəst rubaşkalov. Hamı özün göstərir deyəsən. Yəni, çox variantsız, çox mən çatmadı Allah haqqı. Bu, neynəmək istəyir qaqaş? Qaqaş, belə piçması görürəm ki, like-ın zadında var, hər bir şeyin var. Normal işe çək, ona da səncə. Bildidir rubaşkalovsan, yaxşı. Nəyəsə, keçən növbəti videoya. Salam dostlar. Dostlar, YouTube kanalıma abunə olun. Kanalımın adı Məhəmməd Dənizdir. 1-2 günə video olacaq, girib baxa bilərsiniz. 1-2 günə video olacaq kanalında qardaşım. Məhəmməd Dənizdir. Girib deyir abunə olun. Belə deyim də, yəni ki, inşallah uğurlu olsun kanalım, qaqa. Prosta belə deyim, ya belə videolarına qabağa gedəməyəsən. Ya ağıllı bir şey varsa beynində. Çəkə bilərsənsə, hə, çək. Ya aç kanal. Yoxsa YouTube elə şeydir adı ki, nə bilim, anlelelelelele çəkib qoyasın qabağa gəlsin, elə bir şey yoxdur. Hə. Hə. Başa düşmədim. Çox məntiqsiz, çox səviyyəsiz bir, nə bilim, məxluq, bilməm nə deyim. Yəni,
Oğlanla qız gəzir. Yəni qız başqasına baxdı, oğlan ayaqqabısını bağladı və xoşbəxtcənə getdi ki, yəni mənim istədiyim qız başqasına baxdı, sevinir. Amma sifətinə baxın səncə. Ay bilməm, Allah mən bilməm, nə gözləsən zamanı bilirəm. Nəsə dostlar, bir dənə bu videoya baxın, qırağı qoyacaq da, yəni ki, baxın. Fikir verin səncə ona bax, gör necə sevinir. Gör necə sevinə gedir. Yəni ki, sevdiyim qız başqasına baxdı, xoşbəxtdir. Keçək dostlar növbəti videoya. Əsəbləşirəm Allah haqqında nədir belə? Hə, 5-6 nəfər yığıb təkib bir qaqaşı. Hə, atdılar ki, Polad Alimdardan. Səncə. Bir qaqaşdan qorxdum özüm. Yəni çöldə kapşonkalı zad oğlan gördük, bilin ki, bu qaqaşdır. Hər an yəni ki, məhv eləyər. Məhv eləyərsiniz. Yələm evin Allah. Böyümür dostlar Allah. Beləcənə gəlibdir Allah. Bir il deyir olar, 5-6 aydır. Hələ də belədir yəni. İnkişaf yoxdur. Nəşədən içək araqlar. Nəsə belə baxın, biraz kayf uşaq videodur. Bunu çox tənqid eləmək lazımdır. 3 dənə yəni cavan oğlandır, yəni yaşlarımızdır. Durublar maşının yanında, yəni zırramaq istəyirlər mədən formada. Bir də ki, mən bir dənə bir şey çatmır ki, sadəcə. Başa düşdüm, çəkək nəşəni zırranım zat, paylaşmışsan da. Əlində 5 barmaq nədir? Bax, qaqa, özümə görə deyirəm, Allah'ın da olsun. Tutub basacaqla içəri gedərsin 5-6 ildən sonra. Sənə lazımdır. Keçək növbəti videoya. Hə, qaqaş gəlir, qaqaşın çiyninə dəyir, qaqaş bunu vurur. Rədə la. Buna səviyyəsiz videodur, mənə çatmadı. Yəni, mən elə başa düşdüm ki, bu qaqaşın xoşuna gəlir bunu vuranda. Yəni, qaqaş bunu vurdu, bu da anlamı öpdü ki, öpürəm sən. Çoxdan gözləyim ki, vurulam. Yəni, baş geçsinə. Və dostlar, bu günlük bu qədər. Əgər belə bir videolara baxmaq istəyirsinizsə, bu videoyu like eləməyi və kanalımıza abunə olmağı unutmayın. Bir də dostlar, videonun sonunda onu demək istəyirəm ki, TikToku nəyə görə tənqid edirəm? Çünki orada çox mənasız, çox dişovka variant videolar var. Onu da eləyən özümüzük. Yəni başdan demək istəyirəm ki, kim populyarsa TikTokda, səncən normal videolar çəkin də, sizdən xahiş edirəm artıq dərəcədə. İnsan girəndə nə ət tökülür. Yəni TikTok elə bir proqramdır ki, yəni orada Lüboy gəlsin, ayağın barmağın uzun çəksin, yəni tanınmış olacaq. Yəni belə baxıram da. Gic-gic videolar çəkirlər bir-birlərinə, amma hamısı tanınmışlar. O necə olur mənə çatmır. Nəsə dostlar, bu günlük bu qədər. Video bəyənməyi unutmayın və i butonundakı qardaşımın kanalına abunə olmağı unutmayın. Öpürəm hamınızı, sağ olun.